Herkese salam. Bu videoda Temudan sifariş etdiyim ən son bağlamaları birlikdə açırıq. Həm mətbəx, həm dəhliz, həm də qardırobum üçün maraqlı məhsullarım var. Bu arada bağlamalarım tam vaxtında gəlib çatdı. Sizdə necə? Gömülü problemləri aradan qaldıra bilmisinizmi ya yox? Mütləq şərh bölmələrində qeyd edin ki, belə problemləri yaşayanlar bir-birinə dəstək olsun. Bəlkə bağlamaları əllərinə gəlib çatar. İlk olaraq qab qurutma matından başlayırıq. Mətbəx dəzgahını quru və təmiz saxlayır. Bu arada artıq məhsul istifadə etmişəm. Həqiqətən qabların suyunu çox yaxşı bir şəkildə çəkir və çox tez bir şəkildə qurudur. Məncə çox əladır. Bunu alıb sınaya bilərsiniz. Şəffaf rəf atlığı almışam. Ayaqqabı rəfini çirkdən qorumaq üçün idealdır. Keyfiyyəti çox yaxşıdır. Artıq kəsib yerləşdirmişəm. Bu şirinliyə bir baxın. Artıq açarlarımı itirməyəcəyimi düşünürəm. Giriş üçün çox qəşəng detallıdır, həm də çox ucuz. İçərisində isə bu detalları ilə gəlir. Qızlar, genişlənən orqanayzer almışam. Çəkməcəklərdəki qarşılığa son qoydum. İstifadə etmişəm artıq. Mən keyfiyyətini bəyəndim. Bu künc ayaqqabı rəfidir. Həm yer tutmur, həm də çox səliqəli durur. Əminəm ki, bir çox xanımın zövqünə uyar bu. Mən çox yer tutmamağı üçün belə bir məhsul sifariş etmişəm ki, görünüşü də çox qəşəng görünür. Sizcə necədir? Burada isə rəfi necə birləşdirdiyimi göstərməyə çalışıram. Quraşdırılması çox asandır. Demək olar ki, vaxtımı almadı. Bu arada boyunu artırmaq istəsəniz, yenidən Temudan sifariş edib üzərinə əlavə edə bilirsiniz. Keyfiyyət olaraq da mən çox bəyəndim. Qızlar, bu kürkün keyfiyyətinə inana bilmirəm. Cəmi 37 manat əldə etmişəm. Amma elə bir butikdən baha qiymətə almışam kimi görünür. Instagramda linkini bölüşəcəm. Mütləq daxil olub baxarsınız. Mən də çox bəyənəcəksiniz. Mənim videom bura qədər idi. Mütləq videomu bəyənib məni follow etməyi unutmayın. Hələlik.